Deməli, bu günləri 27 iyun 2026-cı il Bərdə rayonunun Ləmbaran kəndindəyik. Bax, bu sahəmizdə Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi qarpız çeşidlərimiz həm Legio F1 çeşidi var, həm də Grand F1 çeşidi var. Hazırda bu göstərdiyim bostan Legio F1 çeşidinin bostanıdır. Bura deməli işçilərimiz aprel ayının 20-sində işçilər sahəyə köçürülüb. Yəni açıq sərmə deyil, açıq əkin deyim. Belədir burada əkin. Sonradan əkilənlərdir. Bax, bugünkü gündə də maşallah olsun. Qarpızın həm çəkisi, həm forması, tağların ümumi durumu maşallah olsun. Əla bir vəziyyətdədir. Allah xeyri bərəkətli eləsin. Xeyirli olsun. Burada deməli bizim çeşidlərimiz daxil olmaqla, geç bu tərəfə, deyim sizə 5 fərqli sortlar əkilibdir. Onların içində bizim Legio F1 çeşidimiz var, bir də Grand F1 çeşidimiz var. İndi bu videodan sonra Grand F1 çeşidinin də sizə bostanı çəkib göstərəcəm. Maşallah olsun, həm Legio, həm Grand çox gözəl nəticələr veribdir. Məhsuldarlıq, tağa getmək mükəmməldir. Maşallah olsun. Bugünkü gündə də qarpızların çəkiləri normaldır. Bostanın ümumi tağa getməyi normaldır. Biz bunları sizə çəkib göstərməkdə məqsəd odur ki, bu bostanlarda, bu rayonlarda, bu kəndlərdə real nəticələri göstəririk sizə. Yəni başqa bir şeylər göstərmirik. Real bostanda olan nəticələri göstəririk. Tağın özünün bax bir dənəsinin belə qalınlığına bax. Uc hissəsində tökən qarpızlara bax. Hamısı bir-birini tamamlayır. Bunlar görürsünüz ki, çiçəkdədir. Burada da özünü tutmuş qarpızımız var. Allah xeyri bərəkətli eləsin. Xeyirli olsun. Həqiqətən də həm Legio F1 çeşidi, həm də Grand F1 çeşidi maşallah olsun. Əla bir vəziyyətdədir. Bax, buradan bunlar da belə görsəz ki, maşallah 1, 2, 3, 4 dənəsi hamısı yan-yanadır. Yəni məhsuldarlıq, seyrək tökümləri yoxdur burada. Deyəsən ki, burada töküm seyrəkdir və yaxud da ki, bir başqa söz. Tağlar görə bilərsiniz, tağlar körpədir. Körpə olmağı da normaldır. Çünki aprel ayının 20-sində əkilibdir. Bu işçilər sahəyə köçürülübdür. Bax, bugünkü gün maşallah olsun. Allah xeyri bərəkətli eləsin. Xeyir olsun. Kim hansı sort əkir, kim hansı çeşid əkir, fərq eləmir. Allah hamının əkininə, tikininə xeyir versin. İçində də bizim müştərilərimizin. Maşallah olsun. Bax, qarpız. Bundan artıq qarpız nətər olmalıdır ki, həm rəng baxımından, həm kalibr baxımından, həm istər çöl rəngi, istər iç rəngi. Allah qoysa burada yığımlar olan vaxtıda burada sizə videolar çəkəcəyik bu bostandan. İçini kəsib sizə göstərəcəyik ki, baxın, burada yəni açıq əkilən vaxtı, aprel ayında əkilən vaxtı bu Legio F1 çeşidinin iç rəngi necə olur? Yəni bunu salafan altı əkilən vaxtı, duqa altı əkilən vaxtı bunları görübsünüz, paylaşmışıq. Fərqli rayonlarda, istər Ağcabədi olsun, istər Bərdə olsun, Sabirabad olsun, Kürdəmir, Ucar, Şəki, sizə deyim, qarpız əkən bölgələrə Ağdaşda vermişik, bu qarpızda Hacıqavulda vermişik. Hamısı da bizim daimi müştərilərimiz və daimi əkən adamlardır. Allah hər kəsə xeyir versin. Grand F1-in də sahəsində indi sizə çəkib göstərəcək, baxarsınız. Gəl, burada bax, belə də qarpızlarımız var. Bax, maşallah olsun. Əladır. İdealdır. Hamısı, işçilərin hamısı bir-birini tamamlayır. Qarpızların da kalibrlərinə fikir verin. Eyni kalibirdədir. Bax, məsəl üçün, orada 3, bax, bu da 4. 4'ü də eyni kalibirdədir. Sonradan bax, belə xırda tökən qarpızlarımız da yəni var. Tağlarımız yəni inkişafdadır. Heç də geriləməsi yoxdur. Bu günləri neçəsi oldu ayın 27-si. Maşallah. Əla. Super. Maşallah olsun.